Hüquqla bağlı bugünkü gün göstərilən münasibətlərdə qeyd eləmək olar ki, elə Azərbaycan Respublikasının özü hüquqi dövlətdir. Hüquq son uzun illər ərzində buna bir konkret kifayət qədər anlayış vermək mümkün olmasa da, lakin nəşrlərdə, dərc olunan kitablarda və göstərilən fikirlərdə əsaslanaraq bildirmək olar ki, hüquq davranış qaydalarını müəyyən eləmək üçün sosial və hökumət institutları tərəfindən müəyyən olunmuş və tətbiq edilən qaydalar toplusu kimi qiymətləndirilir, şərh verilir. Lakin bu hüququn məzmununu, hüququn məğzi ilə bağlı geniş ifadə olunmayan bir anlayışdır. Hüquq yalnız həmən qaydanın göstərilən dispozisiyadakı sözlərdən ibarət ola bilməz. Respublikada istər dünyanın digər ölkələrində vətəndaşlara verilmiş hüquq və vəzifələr var. Hüquq bizim istədiyimiz zaman istifadə eləyəcəyimiz və istifadə eləyə bilməyəcəyimiz bir anlayışdır. Yəni bu bizə istifadə üçün məcburi qaydada verilmiş bir nüans deyil. Lakin vəzifələr istər Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktlarında da göstərildiyi kimi birbaşa icrası bizim üçün məcburi olan hallar.